Salam, hörmətli tələbələr və eləcə həvəskarlarım. Mən Rüfət müəllim Şəxəliyev. Bu günlərdə maraqlı bir sualla qarşınızdayım. Deməli, bu sual tənillər sisteminə aiddir. Deyir, x, y-in hasili 4-dür, y, z-in hasili 3-dür, z, x-in hasili 12 olarsa, deyir, x kvadratı tap. Uşaqlar, bu tip suallar maraqlı suallardır və eləcə də qəbula da, buraxılışa da, sınaqlara da düşür. Tipik suallardandır. Deməli, nə edir uşaqlar hasilində? Hər birini vurursan bir-birinə. Bax, x, y vur, y, z-ə vur, z, x-ə. Digər tərəfdən 4-ü vurursa vur 12-yə. Burada alırsan x-dən 2 dənədir, x-in kvadratı, y-dən 2 dənədir, y-in kvadratı, z-dən 2 dənədir, z-in kvadratı bərabər olur 144-ə. Səndən nə istəyir? X kvadratını istəyir, elə deyil. Onda sən burada y kvadrat, z kvadrat yoxdur. Bunu bir dənə mötərizənin içinə yaza bilərsən də, y vur z-in kvadratı kimi. Və sonra neysən? Bərabər 144 yazdın. İndi mənə bax hələ. Burada y vur z nədir? 3 deyil. Yazırsan 3-ün kvadratı. 3-də əvvəldə 3-ün kvadratı yazdın. O da x kvadrat vur 9 bərabər 144. X kvadrat bərabər nə? 144 bölü 9, x kvadrat bərabər 16. Yəni cavab 16. Mən burada da x-i də əvvəl yazmışam, plus mi istəyir, lazım deyil. Əsasən bu x kvadratını istəyir, cavab olacaq 16. Uşaqlar, video xoşunuza gəlirsə bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.